Bugün size maliye azadlığı hakkında bütün düşüncelerinizi alt üst edebilecek bir hikaye danışacağım. Bu, tamamıyla farklı yollar seçen iki dostun, Pablo ve Bruno'nun hikayesidir. Ama bilin ki bu sadece bir nağıl değil. Her birimizin öz hayatı için çıkarmalı olduğu çok vacip bir derstir. Hekayemiz gözəl bir vadinin yaxınlığında yerləşən balaca bir kənddə başlayır. Burada yaşayan iki gənc və iddialı dost var idi, Pablo və Bruno. Onların ortaq bir arzuları var idi, bir gün kəndin ən uğurlu, ən varlı insanları olmaq. Və bu arzularını gerçəkləşdirmək üçün hər şeyə hazır idilər. Ama onlar sadece hayal kuran değildiler. Yok. Onlar ağır zəhmətdən qətiyyən qorxmurdular və bilirdilər ki, uğur ancaq çalışqanlıqla gəlir. Onlar sadece doğru fürsətin qarşılarına çıxmasını gözləyirdilər. Və nəhayət o fürsət gəlib onların qapısını döydü. Kəndin ağsaqqalı onlara bir iş təklif etdi. Kəndin yaxınlığındakı bulaqdan kəndə su daşımalıydılar. Və ən yaxşısı nə idi, bilirsiniz? Gətirdikləri hər bir vedrə üçün onlara pul ödəniləcəkdi. Bu onların böyük arzularına doğru atacaqları ilk addım ola bilərdi. Bruno bu xəbəri eşidən kimi sevincindən yerə göyə sığmadı. O, dərhal işə başladı. Düşünürdü ki, vəssalam, daha çox işləsəm, daha böyük vedrələrdən istifadə etsəm, xəyal etdiyim o böyük evi də, inəyi də qısa zamanda alacağam. Onun üçün hər şey çox sadə idi. Daha çox zəhmət bərabərdir, daha çox pul. Lakin Pablo, o, Bruno'nun bu sevincinə şərik ola bilmirdi. Hər günün sonunda beli ağrıdan qopur, əlləri suluq-suluq olur və tamamilə taqətdən düşürdü. O öz-özünə deyirdi, daha yaxşı bir yol olmalıdır axı, daha çox qazanmaq üçün daha asan, daha ağıllı bir yol. Və məhz bu narazılıq, bu axtarış Pablonun beynində bir qığılcım yaratdı. Hər şeyi dəyişdirəcək möhtəşəm bir fikir. Niyə hər gün bulaqdan kəndə vedrələrlə su daşıyaq ki? Axı bunun əvəzinə birbaşa bulaqdan kəndə bir boru xətti çəkmək olardı. Pablo bu parlaq fikrini dostu Bruno ilə paylaşanda, Bruno açığı bunun ahmaqlıq olduğunu düşündü. Baxın, onların yanaşmaları arasında yerlə göy qədər fərq var idi. Bruno bugün qazanacağı pula fokuslanmışdı. Pablo isə gələcək üçün dayanıqlı bir sistem qurmağı düşünürdü. Bruno kısa müddətli düşünürdü. Onun üçün vacib olan ancaq o günün qazancı idi. O dərhal özünə daha böyük vedrələr aldı və daha da çox işləməyə başladı. Öz metodunun doğruluğuna zərrə qədər də şübhəsi yox idi. Bruno'nun onu rədd etməsi Pablonu heç ruhdan salmadı. O, öz ideyasından bir an belə vaz keçmədi. Bilirdi ki, boru xəttini tək başına qurmaq çox çətin olacaq, bəlkə də aylar, illər çəkəcək, amma o, bu yola baş qoymağa qərarlı idi. Beləcə, Pablonun çətin günləri başladı. Təsəvvür edin, o, gündüzlər dolanışığını təmin etmək üçün vedrə daşıyır, axşamlar və həftə sonları isə tək başına torpağı qazaraq xəyalını reallaşdırmağa çalışırdı. Kəndlilər isə ona lağ edir, ona boru həddi Pablo deyə ələ salırdılar. Amma o, heç kimə fikir vermirdi. Bəs bu müddətdə Bruno nə edirdi? Onun həyatı zahirən əla gedirdi. Gəliri 2 qat artmışdı. Arzuladığı inəyi də, daha böyük evi də almışdı. Axşamlarını qazancının dadını çıxararaq keçirirdi. Amma bir şeyi nəzərə almırdı. Bu ağır fiziki iş onun bədənini yavaş-yavaş, hissətdirmədən sıradan çıxarırdı. Və nəhayət, o gün gəlib çatdı. 2 illik gərgin zəhmət, lağlaqlar, yorğunluqdan sonra Pablo boru xəttini tamamladı. Artıq heç nə əvvəlki kimi olmayacaqdı. Pablonun qurduğu sistem hər şeyi dəyişirdi. Artıq vedrə daşımağa zərrə qədər də ehtiyac yox idi. Su kəndə gecə, gündüz dayanmadan fasiləsiz axırdı. Və axan təkcə su deyildi. Hər damla suyla birlikdə Pablonun cibinə pul da axırdı. Pablo əsl pasiv gəlirin nə olduğunu kəşf etmişdi. O, yatanda da pul qazanırdı, yemək yeyəndə də, dincələndə də pul axını heç vaxt dayanmırdı. Onun o böyük zəhməti, uzaqgörənliyi və səbri nəhayət ki, öz bəhrəsini vermişdi. Pablonun bu parlaq uğurunun fonunda isə Bruno'nun acır yallığı vardı. Onun bədəni o ağır işə daha tab gətirə bilmirdi. Beli bükülmüşdü, gücdən düşmüşdü, hər gün daha az su daşıya bilirdi və buna görə də gəliri get-gedə azalırdı. Onun gəlir mənbəyi, yəni öz bədəni tükənirdi.
Nəticə isə gördüyünüz kimi göz qabağındadır. İki dost, iki fərqli yol və tamamilə fərqli sonluqlar. Bruno zamanını birbaşa pula dəyişdi və sonda həm sağlamlığını, həm də gəlirini itirdi. Pablo isə zamanının bir hissəsini bir sistem qurmağa sərf etdi və özü üçün ömürlük, davamlı bir gəlir axını yaratdı. Yaxşı, bu hekayə sadəcə iki dost haqqında deyil. Bu, əslində bir metafordur. Əksər insanların həyatlarını necə qazandıqları haqqında bir hekayədir. Gəlin biraz da dərinə gedək və görək bu anlayışlar real həyatda nə deməkdir. Əksəriyyətimiz əslində bir vedrə daşıyanıq. Bu nə deməkdir? Yəni, zamanımızı birbaşa pula dəyişirik. Məsələn, aylıq maaşa işləyirik. Buradakı ən böyük problem odur ki, işləməyi dayandırdığımız an, istər tətil olsun, istər xəstəlik, istərsə də işdən çıxarılma, pul axını da o an dayanır. Boru xətti qurmaq isə tamamilə fərqli bir yanaşmadır. Bu, siz aktiv şəkildə işləmədiyiniz zaman belə sizə gəlir gətirən sistemlər və ya aktivlər yaratmaq deməkdir. Məsələn, bir biznes qurmaq, daşınmaz əmlaka investisiya etmək, bir kitab yazmaq, yəni bir dəfə qurursan, sonra o sənə davamlı olaraq qazandırır. Baxın, bu hekayənin əsas dərsi budur. Biz həmişə zamanımızı birbaşa pula satmaq məcburiyyətində deyilik. Bundan daha ağıllı, daha səmərəli yollar var. Zamanımızı gələcəkdə bizə xidmət edəcək, aktivlər yaratmaq üçün istifadə edə bilərik. İndi isə əsas sualı sizə ünvanlayıram. Bəs siz öz həyatınızda bir vedrə daşıyansınız, yoxsa öz boru xəttinizi qurursunuz? Bir anlıq düşünün, sizin boru xəttiniz nə ola bilər? Unutmayın, bugün öz boru xəttinizi qurmaq üçün atacağınız ən kiçik bir addım belə gələcəyinizi tamamilə, kökündən dəyişə bilər.